Müəllim, mən necə eləyim ki, bu həyəcan hissini ümumiyyətlə aradan qaldırım? Məni çox yorur. Həyəcanın idarə olunması mövzusu natiqlik sənətinin ən aktual mövzularından biridir. Tələbələrimizdən ən çox bu cür suallar gəlir. Müəllim, mən necə eləyim ki, bu həyəcan hissini ümumiyyətlə aradan qaldırım? Məni çox yorur. Müəllim, mən necə eləyim ki, həyəcanlanmayım və s. İlk növbədə qeyd eləmək istəyirəm ki, həyəcansız çıxış bizə lazım deyil. Həyəcan bizi məsuliyyətli eləyir. Onu sevməliyik, qədərində qoruyub saxlamalıyıq. Hər şey qədərində gözəldir. Mən həyəcanı iki yerə ayırıram. Biri sevinclə, fəxarət hissi ilə keçirdiyimiz həyəcan, digəri isə stres, qorxu, gərginlik verən həyəcan. İlkini bir çoxumuz yaşayırıq. Yaşamamaqdan ötürü isə o həyəcanı sevincə, fəxarət hissi ilə keçirmək istəyiriksə, bunun texnikalarını öyrənməliyik. Biz bu həyəcanı idarə etməkdən ötürü bir çox şeyə fərqindəlik yaratmalıyıq özümüzdə. Bundan ötürü də bizə sırf mütəxəssisin dəstəyi lazım olacaq. Əgər şəxsin psixoloji problemləri varsa, ilk növbədə psixologiyaya yönlənir. Psixoloq onun problemlərini həll eləyir və sonra bizə yaxınlaşır. Biz praktikalar vasitəsilə şəxsin həyəcanını idarə etməsi mövzusunda ona köməklik göstəririk. Həyəcanın idarə olunması ilə bağlı bir praktikanı da sizinlə bölüşəcəm. Biz tələbələrimizdən onların kamera qarşısında çıxış edib bizə göndərmələrini istəyirəm. Amma tələbələr bundan qaçır. Bir çoxu ya selfie dediyimiz öz çəkim ön kamera ilə çəkib göndərir, ya da ümumiyyətlə göndərmirlər. Bəzilərimiz ön kamerada belə danışmaqdan çəkinirik. Bəziləri isə ön kamerada çox gözəl danışır. Amma arxa kameradan çəkəndə isə sanki beynimizdəki informasiyalar donur, danışa bilmirik. Bəli, arxa kamera ilə çəkəcəyik və özümüzü bu kameraya öyrəşdirəcəyik. Niyə? Təsəvvür eləyin ki, buradan açırsınız kameranı, özünüzü görürsünüz. Alt şuurunuz o üzü gördüyü, yaddaşında saxladığı üçün tanış gəldiyinə görə artıq sizlə rahat şəkildə həyəcanlanmadan danışa bacarır. Amma arxa kameraya gəldikdə isə beyində artıq bu şəkil olmadığına görə təşviş yaranmağa başlayır və sanki donma hissini verir. Buna görə də vərdiş halına gətirməkdən ötürü arxa kameranı qoyaraq videolar çəkəcəyik. Danışacağıq, məşq eləyəcəyik.